Deməli, müharibə gələn vaxtı bir nəfərin qapısı döyülür. Bu da qapını açır. Salam əleykum. Əleykum. Deyir, qaqaş, mənə padvanında saxlaya bilərsən. Müharibə geyir. Mənə tutub öldürüklər. Sən günah bir dənə qızıl verəcəm. Deyir, o nə deməkdir? Gəl. Bunu salır öyün padvalına. Gündə bir dənə qızılını alır. Müharibədir da, müharibə qutarır. Bu da kef eləyir. Yiyir, içir. Gəl müharibə qutarır. Bu gənə kef eləyir. Yiyir, içir. Qonşu deyir, ha bu nəsil də, amma mən öyrənəcəm. Deyir, qaqaş, müharibə gələn vaxtı sən qaşan kef elədin ha. Yedin, içdin, kefə qoydun. İndi müharibə qutardı, cəmaat acdı, sən gənə kef eləyirsən. Gündə yemək düşməkdə deyir, bir dəqiqə dayan, deyim, eşimə, demə. Müharibə gələn vaxtı bir nəfər qapımı döydü, dedi, mən o badmanında saxla, günə bir dənə qızıl verəcəm sağ. Hər gün bir qızıl. Mən də razılaşdım, saldım öyün badmanına, gündə bir qızılımı da aldım, kef elədim. Deyir, o müharibə idi da, indi müharibə qutardı. İndi deyir, mən elə ona deməmişəm ki, müharibə qutardı.